Qalatiyalılara məktub. 5-ci fəsil. Məsihin verdiyi azadlıq. Məsih azad olmağımız üçün bizi azad elədi. Ona görə də möhkəm durun və yenidən köləlik boyunduruğuna tabi olmayın. Budur, mən Paul sizə deyirəm. Əgər siz sünnət olunsaz, Məsih sizə heç bir fayda verməz. Sünnət olunan hər adama yenə şəhadət eləyirəm ki, elə bir adam bütün qanuna əməl eləməyə borçludur. Ey qanun vasitəsilə salih sayılmaq istəyənlər, siz Məsihdən ayrıldınız, Allahın lütfündən uzaq düşdünüz. Amma biz ruh vasitəsilə imanla salih sayılacağımıza ümid bağlayıb, onu həvəslə gözləyirik. Məsih İsa'da sünnətlilik də, sünnətsizlik də əhəmiyyət kəsb eləmir. Əhəmiyyət kəsb eləyənsə, məhəbbətlə fəal olan imandır. Yaxşı irəliyirdiniz. Axı həqiqətə itayət eləmə yolunuzu kim kəsdi? Belə inandırılmağınız sizi çağıranın istəyi deyil. Azacıq maya bütün xəmri acıdır. Mən Rəbdə sizə etimad eləyirəm ki, başqa cür düşünməyəsiz. Sizi lərziyə salansa, kim olursa olsun öz cəzasını çəkəcək. Amma qardaşlar, əgər mən hələ də sünnəti vəz eləyirəmsə, niçin hələ də təqibə məruz qalıram? Elə olsaydı, onlara büdrəmə daşı olan çarmıq ləğv olunardı. Kaş sizi çaşdıranlar özlərini axtalayaydılar. Cismani təbiət və müqəddəs ruh. Qardaşlar, siz azadlığa dəvət olunmusunuz. Amma bu azadlığı cismani təbiət üçün fürsətə çevirməyin. Əksinə, bir-birinizə məhəbbətlə qulluq eləyin. Bütün qanun tək bir sözdə tamamlanır. Qonşunu özün kimi sev. Əgər siz bir-birinizi didib yeyirsinizsə, ehtiyatlı olun ki, bir-birinizi tələf eləməyəsiniz. Mən bunu deyirəm. Müqəddəs ruha görə həyat sürün. O zaman siz cismani təbiətin ehtirasını əsla icra eləməyəsiniz. Çünki cismani təbiət ruha zid və ruh cismani təbiətə zid olanı arzulayır. Onlar bir-birinə qarşı durur ki, siz istədiyinizi eləməyəsiniz. Amma müqəddəs ruhun rəhbərliyi altında olsaz, siz qanun altında deyilsiniz. Cismani təbiətin əməlləri isə bəllidir. Bunlar cinsi əxlaqsızlıq, murdarlıq, pozğunluq, bütpərəstlik, sehirbazlıq, düşmənçilik, münaqişə, qısqanclıq, hiddət, özünü göstərmə, nifaq, təfriqələr, paxıllıq, sərxoşluq, eyş-işrət və buna bənzər şeylərdir. Sizə əvvəllər xəbərdarlıq elədiyim kimi, indi də xəbərdarlıq eləyirəm ki, bunları eləyənlər Allahın padşahlığını irsə almayacaqlar. Müqəddəs ruhun səmərəsi isə budur. Məhəbbət, sevinc, sülh, səbir, xeyirxahlıq, yaxşılıq, sədaqət, həlimlik, nəfsə hakim olmaq. Bu kimi şeylərə qarşı qanun yoxdur. Məsih İsa'ya məxsus olanlarsa öz həvəs və ehtirasları ilə birlikdə cismani təbiəti çarmıxa çəkdilər. Madam ki, biz ruha görə yaşayırıq, ruha görə də rəftar eləyək. Şöhrətpərəst olmayaq, bir-birimizi hirsləndirməyək, bir-birimizə paxıllıq eləməyək.